Münafiqi bənzədir Allah şeytana. Buyurur, kəməsəli şeytan. Şeytana bənzəyir münafiqlər. Allah onları münafiqi şeytana bənzədir. Çünki şeytanın əsas xüsusiyyəti məkirdir, hilədir, məkkarlıqdır. Münafiqdə də bu var. Münafiqin zehni pis işləmir, amma hilə eləyir. Hiləgərliyi var. Allah Quran-ı Kərimdə münafiqi şeytana bənzədir. Kəməsəli şeytan. Həşr surəsində. Baxın, necə? İzqalə lil-insan. İnsana deyir ki, ukfur. Küfr elə. Fələmma kəfər. Elə ki, insan üz çevirir Allahdan. Daha bitdi, nə bitdisə bitdi, hər şey qutardı. Qal, inni bəri'un mink. Deyir, mən ki, bu qədər. Əvvəl deyir, mən səndənəm. Allahdan üz çevir. Allahdan üz çevirən kimi iblis nə deyir? Deyir, mən ki, bura qədər. İnni əxafullah. Mən Allahdan qorxuram. Rəbbəl aləmin. O aləmlər Rəbbidir. Şeytan sözüdür. Deyərsən, necə ola bilər? Qorxur, bu işləri görür. Nə qədər adam var həyatda ki, deyir, mən Allahdan qorxuram, amma əlindən gələn elə işləri görür ki, Allahdan qorxan o işi görməz. Bu da maraqlıdır. Birinci gətirir insanı düz oyunun içinə salır. Oyunun içinə salandan sonra, bu da buna arxayın olub baxı. Deyir, mən getdim, sağ ol. Nə mənası var bu ayənin? Mənası budur. Şeytan vədlər verər, iblis vədlər verər. Kimə? Baxır, görür, onun nüfuzu var, hörməti var, heysiyyəti var. O hörmət, heysiyyət xərclənəndən sonra atar bunu. Lazım deyilsin. İblisə o insanın o kəraməti, şərafəti, nüfuzu, heysiyyəti, abrı lazımdır. Çünki abırsız insan, heç o da istəmir. Neyinir onu? Biz istəmir sözə görə. Digər mənada lazımdır, onu əllə nəsə işləri görsün, onu bildim. Amma ona o insanlara əl-xüsus lazımdır ki, onun hörməti, nüfuzu var, məsələn, onu xərcləsin öz hədəfinə, öz batil niyyətinə. Elə ki, xərclədi, qutardı bunu, deyib, mən səni inirəm. İnni əxafullah, mən Allahdan qorxuram. Deyib, münafiq də belədir, münafiq də belədir. Baxır, görür, bunun nüfuzu var. Bunu ələ almaq üçün 1000 dənə oyun qurur. 1000 dənə oyun qurandan sonra onu xərcləri deyir, sağ ol. Münafiq bunu biləsin.